Həyatın acısına, şirinliyinə, çətinliklərinə dözmün olsun. Bundan da öz vücudunu cilalayıb şəffaf və parlaq elə. Məbadə çətinliklər sənin ruhunu qaraltsın. Məbadə çətinliklər dünyanı sənin gözündə dar və qaranlıq daxmaya bənzətsin. O qədər adamlar var ki, zindanda olmasalar da daxili istirab, pərişanlıqları, azadlığı onlar üçün zindandan da pis eləyib. Zindandan xilas olmaq şirin arzudur. Bunun əksi isə acıdır. Bayırdakıların dünyəvi arzuları da belədir. Nə qədər arzunun arxasınca qaçsan, kölgə kimi səndən uzaqlaşar. Ondan üz çevirsən, sənə tərəf gələr. Mumdan düzəldilmiş başla günəş altında yol getməyin. Çünki o əriyərək əlinizdən çıxar. Torpaqdan yaranmış, fani cisminizlə əl çatmaz arzuların arxasınca qaçmayın. Çünki ömrünüz buna çatmaz, sona yetər. Cisim aradan gedər, arzular yarımçıq qalar. Hər bahardan sonra qızıl payız gələr. Hər taxt üstə oturanı axırda taxtanın üstünə qoyarlar. Yaxşı olmazmı ki, bu dar və qaranlıq zindanı aydın və işıqlı hesab eləyəsiz?